Assalamu aleykum əziz izləyicilər. Bu günləri biz sizinlə 6-cı siniflər üçün təşkil olunmuş liseyə qəbul sınağı 7-nin riyazi məntiq suallarının izahları ilə tanış olacaq. Gəlin 41-ci sualın izahı ilə başlayaq. Bizə deyir ki, 2, 3 və 4 rəqəmlərindən istifadə etməliyik, 5 rəqəmli ədədlər yazmalıyıq və yan-yana olan bütün rəqəmlər arasındakı fərq 1-ə bərabər olmalıdır. Və bizə şərt verməyib ki, mütləq həm 2, həm 3, həm 4 istifadə olunsun. İstəsəm ancaq 3 ilə 4-ü də yaza bilərəm, 2 ilə 3-ü də yaza bilərəm. Yəni hər bir formada yazacağıq. Gəlin başlayaq. Birinci ədədimizi 2 ilə başladaq gəlin. Ədədimiz 2 ilə başlayırsa 2-dən sonra ancaq 3 yaza bilirəm. Yəni başqa bir ədəd yaza bilmirəm. 2-dən sonra ancaq 3 yazmaq mümkündür. 3-dən sonra isə 2 də yaza bilərəm. Baxın belə qoyacağam. 3-dən sonra 2 də yaza bilərəm, 4 də yaza bilərəm. Yəni 232 ilə də gedə bilər, 234 ilə də gedə bilər. Sonra buradakı 2-dən sonra, buradakı 2-dən sonra ancaq 3 yaza bilirəm. Buradakı 4-dən sonra da ancaq 3 yaza bilirəm. Başqa yəni ardıcıl ədəd alınmır. Amma buradakı 3-lərdən sonra yenə 2 də yaza bilərəm, 4 də yaza bilərəm. Buradakı 3-dən sonra da 2 də yaza bilərəm, 4 də yaza bilərəm. Yəni buradakı ədədlər bu formada ola bilər. 2, 3, 2, 3, 2, 2, 3, 2, 3, 4. Baxın, yuxarını yazdım, buranı. Sonra buranı yazdım. İndi bu aşağıdakı 2 dənəsini yazıram. Bu formada yazanda məncə daha rahat olur. Sonra 2, 3, 4, 3, 2 və 2, 3, 4, 3, 4. 4 dənə demək ədəd. 2 ilə başlayan ancaq bunlardır. Bu cür oxlarla qoysaq çox rahat alınır. Sonra 3 ilə başlayanlara yazaq. Bir ədəd 3 ilə başlayıbsa 3-dən sonra 2 də qoya bilərəm, 4 də qoya bilərəm ikinci rəqəminə. Sonra 2-dən sonra ancaq 3 qoya bilirəm. 4-dən sonra da ancaq 3 qoya bilirəm. Təzədən 3-dən sonra 2 də qoya bilərəm, 4 də. 2 də qoya bilərəm, 4 də. Nəticə etibarıyla burada da 4 dənə ədəd alındı. Gəlin hansılarda yazaq? 3, 2, 3, 2, 4. 3, 2, 3. Üzr istəyirəm. Burada 4 rəqəmli ədəd yazmışam ki mən. 3, 2, 3. Üzr istəyirəm. Burada 4 rəqəmli yazmışam. Bunu davam elətdirim. Burada 2-dən sonra ancaq 3 yaza bilər. 4-dən sonra ancaq 3 yazıla bilər. Burada da ancaq 3, burada da ancaq 3. İndi düzəldi. Demək 2, üzr istəyirəm, 3, 2, 3, 2, 3, sonra 3, 2, 3, 4, 3, 3, 4, 3, 2, 3 və 3, 4, 3, 4, 3. Baxın bu formada. Yəni 4 dənə 2 ilə alındı, 4 dənə 3 ilə alındı. Çox güman ki, 4 dənə də 4 ilə alınacaq. Birinci ədədimiz 4 ilə başlasa, 4-dən sonra ancaq 3 gələ bilər. 3-dən sonra 2 də gələ bilər, 4 də gələ bilər. 2-dən sonra ancaq 3, 4-dən sonra ancaq 3, yenə 3-dən sonra 2 də gələ bilər, 4-də, 2 də gələ bilər, 4-də. Yəni burada bir ədədləri belə düzüb vaxt itirməkdənsə, baxın bu formada oxlarla yazanda hamısında görünür ki, 4 dənə ədəd var. Baxın, 1-ci, 2-ci, 3-cü, 4-cü, 1-ci, 2-ci, 3-cü, 4-cü, 1, 2, 3, 4. Yəni ümumi 12 dənə ədədimiz oldu. Gəlin mən yenə də hər ehtimalda bura qədər yazmışam, bunu davam elətdirim. 4, 3, 2, 3, 2, 4, 3, 2, 3, 4, 4, 3, 4, 3, 2 və 4, 3, 4, 3, 4. Gördüyünüz kimi hamısını yazdım. Oxlarla qoyanda çox rahat olur. Daha tez bir zamanda həll eləyə bilərik. Düzdür, indi bir izaha 3 dəqiqə getdi. Amma mən buradakı ədədləri düzməsəydim, yəni sadəcə bunu yazsaydım, daha tez bir zamanda bu sualın həllini başa vura bilərdim. Keçək indi 42-ci sualımıza. Burada cavab olacaq 12 dənə ədədimiz çıxdı. Hər bir ədədlə başlayan 2 ilə 4 dənədir, 3 ilə də 4 dənədir, 4 ilə də 4 dənədir. Ona görə 3 dənə ədəddə olduğu üçün 3 vur 4, 12 dənə alındı. 42-ci sualımıza baxaq. 42-ci sualımızda görürsünüz ki, boş stəkanın çəkisi 125-dir. Çayla dolu olanda isə 205-dir. Onda 205-dən çıxıram 125, tapıram ki, bütün çay, yəni bütövdə ağzına qədər çayla dolu olsa nə qədər olacaq? 80. Yəni çayın çəkisi 80 qramdır. Sonra deyir ki, müəyyən qədər çay olanda isə 175. Görək bunun içindəki müəyyən qədər çay nə qədərdir? 125-dən 175-dən üzr istəyirəm, çıxıram 125-i. 50 qram. Yəni burada bütöv çay olacaq 80. Gəlin burada üstündə yazaq. Bura olacaq 80. Burada isə hal-hazırda 50 qram var. Bizə şərtdə deyir ki, bizə lazımdır ki, bunun içindəki çaydan nə qədər töküm ki, çayın stəkanın 5-də dolu olsun. Stəkanın 5-də dolu olması orada nə qədər çayın olması deməkdir. Ümumi çay 80-dir. 80-in 5-də görək nə qədər eləyir? 80-i bölürəm 5-ə, vururam 2-yə. 32 eləyir.
Demək bizə lazımdır ki, 50-dən nə qədər tökməliyəm ki, 32 alınsın? Bunun üçün 50-dən 32 çıxıram. Yəni doğru cavabımız eləyir 18. Cavab C variantı. 42-ci. 43-ə baxaq. 43. 43-də deyir ki, aşağıdakı vurma əməlində A, B, C müxtəlif rəqəmlərdir. AB vur CB bərabərdir 165B olduğu məlumdursa, A plus B plus C-ni tap. Bu, əslində qalsa konkret bir həll yolu ilə gedən bir şey deyil. Biz yoxlamalıyıq burada. Kifayət qədər vaxt gedir əslində qalsa bunu etməyə. Amma gəlin yenə də yazaq. Bir dənə burada ipucu odur ki, B-ni B-yə vurub B alınıb. Yəni sonuncu rəqəmə elə bir şey yazmalıyıq ki, öz-özünə vuranda təzən özünü versin. Sıfırı yazmayacağım. Çünki sıfırı sıfıra vuranda sıfır eləsə belə, sonun 2 dənə ədədin sonu sıfır olanda vuranda sonda 2 dənə sıfır olmalıydı. Yəni məsələn 20 vur 40. Yəni sonda 2 sıfır olmalıydı. Burada isə sonda 1 dənə sıfır var. O da mümkün deyil. Ona görə sıfır deyil. B nələr ola bilər? 1 ola bilər. Bu sual dahimatikdə də var idi. 1 ola bilər. Sonra 5-i 5-ə vuranda 25 eləyir. 5 ola bilər. Bir də 6 ola bilər. Gəlin yazaq. Birinci bir dəfə 1 yazaq. Olacaq A1 vur C1 bərabərdir 1651. Nə edəcəm indi? 1651-i vuruqlarına ayıracam. Baxacam ki, onun içində sonu 1 ilə qutaran 2 ədədin hasilini əmələ gətirə bilirəmmi? Sonra 1655-i vuruqlarına ayıracam. Sonra da 1656-nı ayıracam. Görək hansında alınır. A5 vur C5 yazaq. Üstünə xətlərini də qoyaq. Doğru olsun. 1655 və A6 vur C6 da yazıram. Bərabərdir 1656. Yəni bunları bir-bir yoxlamalıyam. Gəlin yoxlayaq. Birinci 1651 vuruqlarını ayırıram. İstəyirsiniz aşağıdan yazaq ki, bütün ədədləri ardıcıl yaza bilim. 1651 vuruqlarını ayıracam. 1655 və 1656. Bu üç ədəddə vuruqlarını ayırıram. Baxıram, görürəm ki, hansında mənə lazım olan formada vuruqlar çıxacaq. Getdik. 1651 3-ə bölünmür. 7-yə də bölünmür. 11-ə də bölünmür. 13-ə bölünür. 127 eləyir. Sonra 13-dən böyük 127 nəyə bölünür? Heç birisinə. Yəni elə bu formada qalır. Demək ki, 1 deyil. Yəni 127 sadə ədəddir, alınmadı bundan. Demək ki, bu bizdə deyil. Yəni bunu bu deyil. Bu olmadı. Keçirəm indi 1655-i vuruqlarını ayırmağa. 1655. Rəqəmləri cəminə baxıram. 17 3-ə bölünmür. 5-ə isə bölünür təbii ki, 5-ə bölək. Alınır 331. Sonra 331-ə baxaq. 331 7-yə bölünməz, 11-ə bölünməz, 13-ə də bölünmür, 17-yə də bölünmür. 331-imiz də sadə ədəddir. Demək bu da deyilmiş. Çox uzun vaxt almadı əslində. İndi 1656-ya baxaq. 1656 cüt ədəddir. Təbii ki, 2-yə bölünür. 828. 828 2-yə bölünür. 414. İndi 414. Rəqəmləri cəminə görə 3-ə bölünür. 138. 138-in də rəqəmləri cəminə görə 3-ə bölünür. 46. 46 sonu 6 ilə bitir. Gəlin bir dənə bunları vuraq görək. Bunu da sonu 6 ilə bitir. 2, 2, 4, vur 9, 36. Hə, həqiqətən baxın, bunu da son 6 ilə bitdi. 46-nı əslində davam elətdirərdim, ha. Sadəcə mən bilirəm ki, 1656, baxın, A6 vur C6-dır. Sonu ikisi də 6 ilə bitən ədəd olmalıydı. 46-nı görən kimi elə bildim, mənə işıq gəldi. Yes, sonu 6 ilə bitən ədəd. Baxdım ki, bunun da sonu 6 ilə bitir. Demək ki, 36 vur 46 imiş bu. Yəni, bu 36 vur 46, bu da 6. Yəni, B-miz də 6-dır. 3 üstə gəl, 4 üstə gəlsin 6. Doğru cavabımız edəcək 13 C variantı. Keçək indi 44-ə.
kifayət qədər vaxt tələb edən suallardır. İnanıram ki, çox vaxt itirmisiniz bu sualları həll eləməyə. 44-də isə deyir ki, aşağıdakı bir alış-veriş mərkəzinin girişindəki dairəvi qapının üstdən görünüşü verilib. Aha. Qapı 1 dəqiqə 5 tam dövr vurur. Qapının iç hissələri eyni böyüklükdədir. Hər bir hissəyə eyni anda ən çox 4 nəfər sığışır. Buna görə 15 dəqiqədə qapıdan alış-veriş mərkəzinə daxil olan adam sayı ən çox neçə olar? Əslində qalsa çətin suala bənzəyir, amma qəti çətin deyil. Çox rahat bir sualdır əslində qalsa. Buradakı ən çox sizi çaşdırmasın. Nəyə görə ən çox verir? Çünki eyni anda ən çox 4 nəfər sığışır. Sənə desəydi ki, burada bura nə qədər adam, yəni girən adamların sayı neçə olar? Bu yanlış olardı. Çünki bəlkə mən bir adam qoyacağam. Bir dəfə birinə 1, birinə 2, birinə 3 qoyacağam. Bir dəfə birinə 2, birinə 3, birinə 4 qoyacağam. Bəlkə hamısına 2 qoyacağam. Bəlkə hamısına 3 qoyacağam. Yəni burada ehtimallar çoxdur. Ona görə sənə ən çox dediyi üçün sən fərz eləyirsən nə? Bütün qapıların arasında 4 nəfər var. Yəni ən çoxu budur axı, maksimum 4 nəfər sığışırsa, mən də fərz eləyəcəm ki, burada hamısının içində 4 nəfər var. Yəni burada bizdən ən çoxu soruşma səbəbi budur. Burada müxtəlif hallar var və biz onların arasında ən maksimumunu götürürük. Yəni hamısına 4 qoyuram. Onda belə çıxır ki, bir dəfə qapı buradan bura dövr eləyib tam bitənə qədər 12 nəfər gedir. Bir dövrə 12 nəfər. Bizi də deyir ki, 1 dəqiqə 5 dövr vurur. Onda demək ki, 1 dəqiqə ərzində 5 dövr vurursa, hər dövrdə də 12 nəfər olursa, 60 nəfər eləyəcək bizdə. Yəni 1 dəqiqə 60 nəfərdir. Bizdən isə 15 dəqiqə soruşur. 15-i də vururam 60-a, doğru cavab eləyir 900. Bu həqiqətən də sadə bir sual idi. Cavab C. Gəlin davam eləyək 45-ci sualımıza. Bizə deyir ki, Elayın telefonunun 9 rəqəmli şifrəsi ilə bağlı aşağıdakılar məlumdur. Yalnız 2 rəqəmi eynidir. Təkliklər sinifindəki ədədin oxunuşu 708-dir. Demək ki, mən burada təkliklər sinifi son 3 rəqəmidir. Son 3 rəqəminə yazıram 708. Mənə nə lazımdır? Minliklər sinifindəki ədədin rəqəmləri cəmi. Minliklər sinifi dediyi üçün mən bura 3 dənə xətt qoyuram. Şərtdə bizə verib ki, yalnız 2 rəqəm eyni olmalıdır. Məntiqlə ən çox olması üçün birinci rəqəmə nə qoyaram? Təbii ki də 9. İkinci rəqəmə nə qoyaram? Yenə 9. Heç bir problem yoxdur. 2 dənə 9 qoya bilərəm. Deyir axı, yalnız 2 rəqəm eynidir. Qoydum. Amma üçüncü rəqəm artıq 8 qoya bilməyəcəm. Nəyə görə? Çünki onda həm 9-dan 2 dənə olmuş olacaq, həm də 8-dən 2 dənə olmuş olacaq. Olmaz. 7 qoya bilmərəm. Niyə görə? Çünki onda həm 9-dan 2 dənə olacaq, həm 7-dən 2 dənə olacaq. Mən məcbur bura 6 qoymalı olacağam. Və bunların da toplayırıq. 9, 9, 6, 18 üstəgəl 6 doğru cavabımız eləyir 24. Yəni cavabımız olacaq B variantı. Keçirəm indi 46-cı sualımıza. Bu da sadə bir sualdır. Demək 5 günlük dərs cədvəli var. 1, 2, 3, 4, 5. Bizə deyir ki, hər gün oxumağa bir əvvəlki gündə oxuduğunun 2 qatından 20 dəqiqə az. Onda birinci gün x-dır. İkinci gün bunun 2 qatından 20 az. 2x çıx 20. Üçüncü gün bunun 2 qatı nə qədər eləyir? 4x çıx 40. Bundan 20 az. Yəni 4x çıx 60. Sonra dördüncü gün bunun 2 qatı nə qədər eləyir? 8x çıx 120. 20 az. Olacaq 8x çıx 140. Sonra 5-ci gün bunun 2 qatı nə qədər eləyir? 16x çıx 280. Buradan 20 az. Yəni olacaq 16x çıx 300. İndi son 2 günü gəlin toplayaq. Son 2 günü toplayıram. Gəlin bunu highlighterla çəkək ki, son 2 günümüz bunlardır. Bunları toplayırıq. Alınacaq bizdə 24x çıx 440 bərabərdir 304-ə. Buradan alınır 24x bərabərdir. 304 ilə 440-ı toplayıram. 748. Buradan da x bərabər olur 31-ə. Bizə nə lazımdır bəs? İlk 2 gündə cəmi neçə səhifə oxuyub? İlk 2 günü gəlin toplayaq. İlk 2 günümüz baxın bunlardır. Yəni 3x çıx 20. X-in yerinə 31 qoyacağım. 3 vur 31 çıx 20. 3'ü 31'e vuranda alınır 93. 93'ten de 20 çıxıram. Doğru cavabımız eləyir 73. Yəni A variantı. 47-ci sualımıza baxaq. Bizə deyir ki, ulduz aşağıdakı oyuncaqları sıra ilə 5 dəqiqədən bir fırladır. Fırlanan hər oyuncaq 30 dəqiqədən sonra dayanacaq. Yəni 30-cu dəqiqə tamamlandı. 1 saniyə belə keçdi dayanacaq. İndi burada məsələ baxın o da 55-ci dəqiqədə. Yəni 55-ci dəqiqədə orada bir dənə oyuncaq hələ dayanmayacaq. Çünki 55-ci dəqiqədən sonra elə bir dənəsi 30-u
tamamlayıb keçəcəkdi, onda dayanacaqdı. Baxın, orada biz diqqətli olacağıq indi. Burada əsas birinci diqqətli olmalı olduğumuz məqam odur ki, bu 0-cı dəqiqədə başlayır fırlanmağa. Yəni 5-ci dəqiqədə başlamır da, bu 0-cı dəqiqədə başlayır. Yəni bunu fırlatdım, sonra 5 dəqiqədən sonra bunu fırladıram. Bu 5-ci dəqiqədə, bu 10-cu dəqiqədə, bu 15-ci dəqiqədə. Yəni 55 dəqiqə ərzində 55-i 5-ə bölüb demirsiniz 11 dənəsini mən fırladacağam ümumi. 12 dənəsini fırladacaqsan. Çünki birinci 0-dır. 0-cı dəqiqədədir. Üstünə 1 gəlməlisən. Ona görə 55-i böləndə 5-ə alınırsa 11. Mən deyəcəm 12 dənəsini artıq fırlatmışam. Fırlatdım. İndi baxaq görək ki, neçəsi fırlanır. Çünki bəziləri dayanır axı 30-cu dəqiqəyə qədər olan hissələri dayandıracaq. İndi 30-cu dəqiqəyə qədər görək neçə dənəsi var. Sonra 6 dənə olacaq. Çünki 30-u 5-ə böləndə 6 eləyir. Yəni biz buradan elə bir 12 dənəsindən 6 dənəsini dayandıracaq, 6 dənəsi davam eləyəcək. Amma sizin bunu təsəvvür eləməyiniz üçün gəlin elə bu şəkildə 15-ə qədər olan hissəyə baxaq. Mən tutalım deyirəm ki, 15 dəqiqədə neçə oyuncaq fırlanan vəziyyətdə olacaq və tutalım deyirəm ki, 10 dəqiqədən sonra dayanır, məsəl üçün. İndi mən bu həllə görə deyirəm ki, 15-ə görə bildim ki, 15-i böldüm 5-ə 3, üstünə 1 gəldim, 4 dənəsi fırlanır. Həqiqətən də canlı olaraq görürsünüz, burada 4 dənədir. Və deyirəm ki, 10 dəqiqədən sonra dayanacaqlarsa, 10 da 2-yə bölürəm, 5-ə bölürəm, 2 dənə eləyir. Demək 2 dənəsi dayandı, 2 dənəsi fırlanır. Niyə görə mən belə dedim? Çünki uşaqlar, belə baxanda deyirsiniz ki, ay müəllimə, axı 10-cu dəqiqəyə bura baxanda görürəm ki, bu da dayanacaq. Xeyr, baxın. Bu 0-dan 15-ə qədər bu 15 dəqiqə boyunca fırlanır bayaqdan. Yəni 10-cu dəqiqədən sonra burcu dayandı. Çünki bu ümumi 15 dəqiqə fırlanma müddəti görüb. Bu neçə dəqiqə fırlanma müddəti görüb? Bax, buradan bura qədər 5, 10. Görürsünüz, yəni 10 dəqiqə fırlanma müddəti görüb bu. Bəs bu neçə dəqiqə fırlanma müddəti görüb? 5. Bunu isə hələ incə fırlatmışam. Bu hələ indi başlayır elə fırlanmağa. Yəni 10 dəqiqəni tamamlayan ancaq bu ikisidir. Bu 15 dəqiqəni tamamlayıb, bu 10 dəqiqəni tamamlayıb. Bu hələ 5-ci dəqiqəsindədir. Sən bunun üstündə 10 yazmağına aldanma. Ona görə bizdə də eyni şey olacaq. 30 dəqiqəyə görə 30-u böləcəksən 5-ə 6 dənəsi fırlanacaq. Necə ki, burada 10-u böldüm 2-yə alın, 5-ə böldüm alındı ha 2. Burada da eyni. 5-ə bölürsən alınır 6. Demək ki, 12-dən 6 çıxacaqsan. Həmişə bu tipli suallarda mən öz şagirdlərimə də deyirəm. Balaca ədədlərlə işləyirsən ki, böyük ədədləri rahat tətbiq eləyəsən. Yəni eyni şeyi balaca şeylə elə, balaca ədədlərlə elə. Gör orada nə alındı? Eynisini böyüyə tətbiq elə. Buna görə 12 dənəsi ümumi fırlanmışdan 6 dənəsi dayanacaq deyə geriyə qalacaq 6 dənəsi. Doğru cavabımız olur C variantı. Davam edirəm 47-ci sualımızla. 47 idi bu. Bu 47 idi. 48 ilə davam edirik. Bizə deyir ki, Murad rəqəmləri cəmi 6-nın misli olan 3 rəqəmli natural ədədləri aşağıdakı kimi kiçikdən böyüyə doğru sıralayır. Yazdığı soldan 16-cı ədəd hansı olacaq? Bir-bir yazmaq məcburiyyətindəyik heç nə. Rəqəmləri cəmi birinci 6 olanları yazırıq. 105, 114, 120, 3 elədi, 123. Sonra burada mən sırayla yazmalıyam da, düzdür. Mən rəqəmləri cəmi birinci istirdim 6-nı yazım, sonra 12-ni yazım, amma elə olmaz. Ədədləri kiçikdən böyüyə doğru düzürük. Onda sırayla getmək məcburiyyətindəyəm. 123-dən sonra 129 yazsam rəqəmləri cəmi 12 eləyəcək. Sonra 130-lara keçək. 13 ilə başlayırsa rəqəmləri cəmi hal-hazırda 4 eləyir. 2 yazsam rəqəmləri cəmi 6 eləyir. Başqa yəni heç nə yaza bilməzsən. Çünki maksimum 9 yaza bilərsən. Onda da rəqəmlər cəmi 12 eləməyəcək. Sonra 1, 4, 5 eləyir. 1 yazsam rəqəmlər cəmi 6 eləyəcək. Və 5-in üzərinə 7 gələndə rəqəmləri cəmi 12 eləyəcək. Bu qaydada davam elətdiririk. Burada görüm ortada hansısa da itirmədim. Demək 1, 0, 5, 1, 1, 2 eləyir. Ancaq 4 yaza bilərəm. Buna qədər onsuz özü yazmışdı. 129-dan sonra 132 yazdım. Rəqəmləri cəmi 4. Baxın, burada bir dənə 138-i ötürmüşəm. Çünki 1 ilə 3-ü toplayanda 4 eləyir. 4 üstünə 2 gələndə 6 eləyir. Və 1 ilə 3-ün cəmi 4 eləyir. Üstünə 8 gələndə də 12 eləyir. Eyni bu qaydada davam edirəm. 141, 147. Sonra 1, 5-dən sonra bunun cəmi 6-dır deyilə 0 yaza bilərəm. Bir də 1, 5-dən sonra 6 yaza bilərəm ki, cəmi 12 eləsin. Sonra 16, rəqəmləri cəmi 7 eləyir. Elə 5 yaza bilərsən bir dənə. Sonra 17, rəqəmləri cəmi 8 eləyir. 4 yaza bilərəm bir dənə. Sonra 18, rəqəmləri cəmi 9 eləyir. Bir dənə 3 yaza bilərəm.
Bir də 9 da yaza bilərəm. Çünki onda da olacaq rəqəmləri cəmi 18. 89 yaza bilərəm. Sonra 1, 9. Rəqəmləri cəmi 10 eləyir. 2 yaza bilərəm və rəqəmlərin cəminin 18 eləməsi üçün 8 yaza bilərəm. Baxaq görək neçədən oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, elə 16. Demək 198 olacaq bizdə 16-cı ədəd. Gedək növbəti sualımıza. 49. Demək bizə deyir ki, son 2 rəqəmi ardıcıl ədədlər olan neçə 3 rəqəmli natural ədəd 6-ya bölünür. Birinci rəqəmə 1 yazıram və sonuncu rəqəmə yazıram 0. Onda bundan əvvəl 1 yaza bilərəm, o da ki alınmır. 2 qoyaq. Özündən əvvəlki rəqəmə 1 yaza bilərəm, 3 yaza bilərəm. Desəz, ay müəllimə, niyə bunda belə getdiniz? Birinci rəqəmə 1 qoydum ki, bir yüzlükdən bismillah eləyək. Sonuncu rəqəmə niyə sırası 0 qoydum? Çünki 6-ya bölünməsi üçün bu ədəd cüt ədəd olmalıdır. Və 0-dan əvvəl də ardıcıl ancaq 1 qoyaza bilərsən. Onda da baxdım ki, rəqəmləri cəmi 3-ə bölünən alınmır. İndi 2 qoydum. İndi baxacam ki, rəqəmləri cəmi 3-ə bölünən ədəd olsun. Baxın 3 qoyacam, rəqəmləri cəmi 3-ə bölünən ədəd eləyəcək. Və sonra həqiqətən də ardıcıl oldu. Sonra baxın 4 qoyuram bura. 4-dən əvvəl nə yaza bilərəm? 3 və ya 5. 3 də qoysam rəqəmləri cəmi 3-ə bölünən ədəd alınmır. 5 də qoysam rəqəmləri cəmi 3-ə bölünən ədəd alınmır. Demək 4-dən qurtarmır. 6 ilə yazıram. 6-dan əvvəl 5 yaza bilərəm və 7 yaza bilərəm. 5 yazanda 6-ya bölünən ədəd alınır. Sonra sonuncu rəqəminə 8 yazaq. O zaman bura 9 yazsam, gəlib 6-ya bölünən ədəd alınacaq. Bu qaydada yüzlükləri tapdıq. Keçək 200-lüklərə. Yəni arxasına 0 yazıram. Özündən əvvəl 1 yazanda alınır onsuz. 210 düzdür. Sonra 2 qoyaq bura. 2-dən əvvəl 3 yaza bilərəm və yaxud da 1 yaza bilərəm. Heç birisi ilə alınmır. 4 yazaq. 4-dən əvvəl 3 yaza bilərəm və yaxud da 5 yaza bilərəm. 3 yazanda alınır. Toplayanda rəqəmlər cəmi 9 eləyir. Sonra 6 qoyaq axırına. Özündən əvvəl 5 yaza bilərəm və yaxud da 7 yaza bilərəm. 7 yazanda alınır. 200-lüklə də 3 dənə çıxdı. Və burada uşaqlar yazsaz görəcəksiniz ki, hər bir yüzlüyün içərisində 3 dənə ədəd çıxır. Yəni 100-dən 3 dənə, 200-lükdə 3 dənə, 300-lükdə 3 dənə, hər bir yüzlüyün içində 3 dənə. Onsuz da ardıcıllıq alınmazsa burada biz bütün ədədləri burada yazsaq imtahan qurtaracaq. Təbii ki, müəyyən bir ardıcıllıq alınmalı idi ki, biz bunu yaza bilək. Həmişə sonuncu rəqəmə 3 dənə rəqəm yazmaq olur. Məsələn, baxın 2, 6, 8, 0, 4, 6. Çox güman növbətisində də elə bir şey olacaq. Yəni 3 dənə cüt ədəd yazacaq. Növbətisində də 3 dənə cüt ədəd yazacaq. Belə-belə 3 dənə cüt ədəd yaza-yaza gedəcək. Məsələn, 400-lükdə hansılardır? 432. Məsələn, 400-lüyü yazıram. 432 var. Sonra 456 var. Və 498 var. Baxın sonuncu rəqəminə. 2, 6, 8. Bir dənə 300-lüyü yazaq. Görə 300-lüyün sonuncu rəqəmləri nə alınır? 312. Sonra 354. Sonra 378. Gördüksünüz sonuncu rəqəmləri 2, 4, 8. Düzdür, burada 2, 4, 8-imiz yox idi. 0, 4, 6-mız var idi. Yəni ancaq sonuncu rəqəmləri bu cür gedir. Görürsünüz də? Yenə də 3 dənə ədəd, yenə də 3 dənə ədəd. Həmişə 3 dənə ədəd alınır. Onda buradan belə çıxır ki, bizdə ümumi 9 dənə yüzlük var. Hər bir yüzlüyün içində də 3 rəqəmi alınırsa, 9-u vuracaqsan 3-ə, cavab edəcək 27. Yəni doğru cavabımız 27, B variantı. 50-yə baxaq. Bizə deyir ki, A, B, C sıfırdan fərqli rəqəmlərdir. A-nı B-yə böləndə C alınırsa, onda neçə dənə ABC rəqəmlər üçlüyü var. Sıfırdan fərqlidirsə, biz başlayırıq 1-lə. Ancaq 1-i 1-ə böləndə 1 eləyir. Ancaq bunu yazmaq olar. 1, 1, 1. Sonra, yəni A-ya 1 verdim, B-yə də 1 verdim, alındı C 1. Sonra A-ya gəlin 2 verək indi. 2-nin 2 dənə böləni var. Yəni 2-ni 1-ə böləndə 2 ala bilərəm. 2-ni 2-yə böləndə 1 ala bilərəm. Sonra 3-lə. 3-ü 1-ə böləndə 3 ala bilərəm. 3-ü 3-ə böləndə 1 ala bilərəm. 4-ün bölənlərinin sayı. Yəni 1-in 1 dənə böləni var. 1 dənə yazdım. 2-nin 2 dənə böləni var. 3-ün 2 dənə böləni var. Sonra 4-ün neçə dənə böləni var? 4-ün 3 dənə böləni var. Ona uyğun yaza biləcəksən. Çünki 4 1-ə bölünür, 2-yə bölünür və 4-ə bölünür. 5-in 2 böləni var. 6-nın 6 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 6-ya bölünür. 4 böləni var. 7-nin 2 böləni var. Sonra 8-in 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 8-ə bölünür. 4 böləni var.
və 9. 1-ə bölünür, 3-ə bölünür, 9-a bölünür. 3 böləni var. Görək indi neçədən alındı bizdə ümumi? 1, 3, 5, 8, 10, 14, 16, 20, 23. 23 dənə ədəd alındı. Cavab A variantı. Yəni sadəcə bölənlərinin sayıdır. Təbii ki, 1 anca 1-ə bölünür. Anca 1 böl 1 böl 1 yaza bilərəm. 2 1-ə də bölünür, 2-yə də bölünür. 2 böl 1 2 eləyir. 3 böl 2 böl 2 1 eləyir. 3-ü, 4-ü sırayla bütün ədədlərin bölənlərinin sayı qədər yazdım, topladım. Keçirəm indi 51-ə. 51-ci sual səhv etmirəmsə yanlış idi. Yenə də baxaq. Ola bilsin yanlış xatirimdə qalıb. Biz bilirik ki, həqiqətən bu 5-ci sinif dərslikdə də var bu qayda. Tək ədədlərin cəmi həmin ədədlərin sayının kvadratını verir. Məsələn, 3 dənə tək ədədin ardıcıl təbii ki, 3 dənə ardıcıl tək ədədin cəmi 3-ün kvadratını verir. 4 dənə ardıcıl tək ədədin cəmi 4-ün kvadratını verir. Bu qaydada gedir. Bu da deyir ki, belə bir hesablamada yazılan toplananlardan ən böyüyü 55 olarsa, yəni 1-dən 55-ə qədər olan ədədlərin cəmi hansı ədədin kvadratını əldə eləmiş olur? 1-dən 55-ə qədər 1, 3, 5, belə nöqtə qoyaq 55. Birinci bilməliyik ki, 1-dən 55-ə qədər neçə dənə ədəd var. Ədədlərin sayını tapanda da, yəni say düsturu ilə də eləmək olur. Amma 55 ilə bir ədəd ki, rahat tapmaq olur da. 55-in üstünə 1 gəl, 56 böl 2-yə, 58. Üzr istəyirəm, 28. Yəni burada 28 dənə ədəd var. Və yaxud da say düsturu ilə necə tapırıq? Sonuncu ədəd çıxılsın birinci ədəd böl. Ədədlər 2 artır. Üstə gəl 1. Buradan da alınır 54 böl 2, 27 üstə gəl 1, 28. Gördüyünüz kimi. 28 dənə ədəd varsa bu bizə verir 28-in kvadratını. Çox sadə bir sual idi, hey bitirmişik. Doğru cavablarda 28 yoxdur. Yəni cavab olmalıydı burada 28. Keçirəm indi 52-yə. 52-ni də çox görürsünüz bu sual tipini. Hər sinifdə var 4, 5, 6, hər sinifdə görürük. Aşağı siniflərdə adətən pilləkənlərin sayını elə bir ədəd götürürük ki, həm 2-yə bölünsün, həm 3-ə elə həll edirik. Yuxarı sinifdə elə x böl 2, x böl 3-lə də həll eləmək olar. Amma siz könlünüz istəsə, pilləkənlərin sayını 6x götürüb belə də yaza bilərsiniz. Necə ürəyiniz istərsə. Bu niyə görə belədir? Məsələn, həqiqətən də uşaq vaxtı hər birimiz eləmişik. Bəlkə də indi də əksəriyyətimiz eləyirik. Yəni mən məsələn bəzən qalxanda 2-2 qalxa bilirəm. Düşəndə yox, amma qalxanda adətən 2-2 qalxıram. Hətta uşaq vaxtı 3-3 qalxdığım da olub, 3-3 düşdüyüm də olub. Həqiqətən 2 dəfəyə düşdüyüm də olub. Nətər edirik? Məsələn, pilləkən əgər ümumi 10 pillədən ibarətdirsə, sən 2-2 qalxanda 10 pilləyə ayaq basmırsan. Sən artıq 5 dənə pilləyə ayaq basmış olursan. Yəni zamana qənaət edirsən. 10 dənəsinə basmaq əvəzinə 2-2 getdiyin üçün 5 dənəsinə basırsan. Bunu necə tapdım? Onu böldüm 2-yə. Yəni ümumi pillələrin sayını neçə qalxıramsa ona böləndə mən neçə addım atdığımı tapıram. Onda x-i 2-yə böləndə tapacam ki, mən yuxarı çıxanda neçə addım atmışam. X-i 3-ə böləndə tapacam ki, aşağı düşəndə neçə addımı atmışam. Və deyir ki, cəmi 120 addım atmışam. Bu eləyir bizdə 6-da 5x bərabərdir 120-yə. Buradan da tapırıq x bərabərdir 120-ni 5-ə bölüb 6-ya da vura bilərəm. Və yaxud elə 720 eləyir 120-ni 6-ya vuranda. 720-ni 5-ə də bölə bilərəm. 144 eləyir. Demək, pilləkənimiz ümumi 144 pillədən ibarətdir. Bizə də deyir ki, onun rəqəmləri cəmini tap. 144-ün də rəqəmləri cəmi biz eləyəcək 9. Yəni doğru cavabımız olur 52-də D bəndi. Keçək 53-ə. Bizə deyir ki, ata düzbucaqlı formasında olan bağ sahəsini kvadrat şəkilli hissələrə bölüb övladlarına paylamaq istəyir. Hər bir övlada bir sahə düşüb, övladların sayı ən az neçədir? Bu tipli suallar bir neçə vəsaitdə var. Əbu Bəkir bölməsində olur adətən. Və uşaqları da əsas çaşdıran nə olur? Fikirləşirlər ki, hə, mən bunlara əbob tapmalıyam, götürəcəm, sonra böləcəm onu ona, tapacam, vuracam. Bu elə deyil. Yəni burada məcbur deyil ki, sahələr eyni olsun. Müxtəlif sahələr də verə bilər. Birinə böyük sahə verə bilər, birinə balaca sahə verə bilər. Yəni ona görə birinci biz bu düzbucağını çəkək. Bu düzbucağını çəkirəm. Bura 10-dur. Bura 36-dır. Necə böləcəm? Baxın, 3 dənə konkret hissəyə böləcəm. Onun 10-a hissəsinə böləcəm 3 dənə. Kəş biraz da səlqəli çəkərdim, amma eybi yox. Yəni fərz eləyin ki, bunların hamısı 10-un 10-adır. Yəni 3 dənə 10-un 10-a hissəyə böldüm. Qaldı burada nə? 36-dan 30-u getdi, qaldı burada 6, burada da qaldı 10. İndi baxın bu hissəyə. Ancaq bu hissəyə baxın. 10-dan 6 olan hissəyə baxın hal-hazırda.
Bunu necə bölə bilərsən? Bunu buradan bölərəm. 6-nın 6-ya hissəyə, yəni 6-nın 6-ya böldüm. Burada hal-hazırda 10-dan qaldı 4. Burada hal-hazırda 6-dır. Sonra təzədən bunu 4-ün 4-ə hissəyə bölərəm. 4-ün 4-ə, yəni baxın bura 4-ün 4-ə. Daha doğrusu bir dəqiqə. Bura 6-dır deyə bunu belə bölənməyəcək. Yəni yaxınlaşdıraq. Bura 4-dür, bura 6-dır. Bura 4 qalıb, bura 6 qalıb. Onda gəlin biz belə bölək. Biraz şəklimiz eybəcərdi. Bura 4-ün 4-ü oldu indi elə bil. Belə fərz edeyim. Bura 4-ün 4-ü oldu. Gəl şəkli daha qəşəng çəksəydim. Bura 4-ün 4-ü oldu. İndi bura qaldı 2. Bura da qaldı 4. Buranı da beləcəm böyle 2 yerdən 2-nin 2-yə, 2-nin 2-yə. Neçədən oldu ümumi? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə hissə oldu. Cavab C. Bir dənə şəkli istəyirəm biraz daha səlqəli çəkərək sizə göstərim. Ki daha rahat sizə aydın olsun. Biraz uzun belə çəkəcəm. Burasını belə nazik götürəcəm. Baxın bu birinci 10'un 10'a. Bu ikinci 10'un 10'a. Bu da üçüncü 10'un 10'a. İndi burada fərz eləyin ki, qaldı bizdə bura 10, bura 6. Yenə də yaxşı olmadı. Əslində qalsa biraz belə olsa daha yaxşı olar. İndi baxın burada 6'nın 6'ya olan hissəni elə bir kəsdim, götürdüm. Onda bura qaldı 4, bura 6. Sonra buradan 4'ün 4'ə hissəsini kəsdim. Bura 4'dür, bura qaldı onda 2. Sonra buranı da 2'ni 2'yə böldüm. Baxın belə bir şey. Yəni biraz əslində qalsa sərgəli bir dəftərinizdə falan çəksəz, qəşəng ölçüləri dəqiq götürsəz rahat görərsiniz. Yəni bu formada şəkil alınır. Yəni ümumi 7 dənə hissəmiz alınır. Keçirəm 54-ə. 54 sual tipində çox görmüşük əslində qalsa. Bu tipli sualları necə həll eləyirdik? Biz demişik ki, biz vaxtımızı sərf eləyirik kəsməyə. Hissələr avtomatik alınır. Amma biz vaxtımızı sərf eləyəndə kəsməyə sərf eləyirik. Bizə deyir ki, dülgər elektrik mişarı ilə bir taxtanı 4 saniyədə 2 hissəyə ayıra bilir. Bu mişar ilə yuxarıdakı 3 taxtanı bərabər hissələrə ayırmalıyıq. Bərabərdirsə həm 12-yə, həm 18-ə, həm də 21-ə bölünən ədəd düşünürəm. Bu 3-dür. Onda belə çıxır ki, burada 12-ni bölürəm 3-ə. Burada 4 dənə hissə var. 4 hissə. 18-i 3-ə bölürəm. Burada 6 hissə. 21-i 3-ə bölürəm. Burada da 7 hissə var. Yəni, bu qədər hissə varsa, demək bunu 3 dəfə kəsib, bunu 5 dəfə kəsib, bunu isə 6 dəfə kəsib. Çünki kəsimlərin sayı hissələrin sayından bir vahid az olur. Demək ümumi 3 üstə gəl, 5 üstə gəl, 6, 14 dəfə kəsib. Hər kəsməyə də 4 saniyə vaxt gedirsə, 14'ü vururam 4'ə, cavab edir 56. Yəni doğru cavabımız 54'də olacaq A variantı. Keçək 55-ci sualımıza. Bizə deyir ki, marketdən şokoladlı peçeniya almağa gedən 3 dostun hər birinin müəyyən miqdarda pulları var. Onlar pullarını sayanda bu peçeniyadan bir ədəd almaq üçün Lalənin 6, Ləmanın 8, Leylanın isə 10 manat əskiyi ortaya çıxdı. Üçünün pullarını birləşdirdim, yenə də peçeniya almağa kifayət eləmədi. Dostların birlikdə ən çox neçə manat pulu var? Gəlin belə baxaq. Demək ki, belə düşünək. 55. Bu tipli suallarda adətən biz peçeniyaya bir qiymət veririk. Tutalım ki, peçeniyanın qiyməti A olsun. Yəni peçeniyanın qiyməti A manatdır. Onda Lalə peçeniyanın qiyməti əgər A manatdırsa, Lalənin neçə manat pulu olmalıdır ki, 6 manatı çatmasın? Demək ki, Lalənin üstünə 6 manat gəlsəm A alınacaq. Onda Lalənin pulu demək ki, A'dan 6 manat əskikdir də, A çıx 6. Ləmanın pulu A'ya çatmır. Neçə manat əskikdir? 8 manat. A çıx 8. Və Leyla, hamısında baş hərfi eyni deyə adların gərək tam yazım. Bu da 10 manat əskikdir. A çıx 10. Şərtdə bizə deyir ki, mən bu üçünü birləşdirsəm, A çıx 6, A çıx 8, A çıx 10 birləşdirsəm, yenə də gəlib A'ya çatmayacaq. Yəni bunları birləşdirəndə nə alınır? 3A çıx 24. Bu gəlib A'ya çatmır, kiçik olur A'dan, A'ya çata bilməyəcək. Bunu həll eləsəm alınır. 2A kiçik olur 24-dən, A da kiçik olur bizdə 12-dən. Onda natural ədəd kimi A'ya verə bilərəm mən 11. Üçünün pulu bizdə nə qədərdir? 3A çıx 24. Üzr istəyirəm, highlighter'ını eləmək istəyirdim. 3A çıx 24. Üçünün pulu bizdə budur.
Gətirib indi mən burada A-nın yerinə 11 qoysam, olacaq 3 vur 11 çıx 24. Yəni 33 çıx 24, doğru cavab eləyəcək 9. Yəni 55-də doğru cavabımız olacaq A variantı. Keçirəm 56-cı suala. 56-cı sualda da təzəliklə çox görmüşük. Başqa formalarını görürük. İndi burada maraqlı formaya gətirib şəkil verib, burada qoyub bunun kənarlarına əlinə raulu. Amma əslində qalsa bu yellənsək sualı tipli bizim başqa suallarımız da var. Bizə deyir ki, Türk ədəbiyyatlarından da bu tipli suallar çoxdur. İndi şagirdlərin bu suala baxanda xatırlasınlar, zəhmət olmasa. Təzəcə işləmişdik. Sualda deyirdi ki, mütləq hər üçündən də istifadə eləmək lazımdır. Hər üçünü toplayırdıq, ümmidən çıxırdıq. Sonra ən kiçiyinə verirdik ki, cavab çox alınsın. Ən az olması üçün də ən böyüyünə verirdik ki, cavab az alınsın. Yəni, dərsdə mənə xatırladarsa sual tipini sizə göstərərəm. Demək ki, bizə belə baxıram ki, əlinin çəkisi 55-dir, Raulun çəkisi 46-dır. Raulun 50-yə çatması üçün, yəni tarazlıq yaratmaq üçün bizə 9 kiloqram lazımdır. 9 kiloqram lazımdır bizə. Və mütləq deyir ki, sən bunları istifadə eləməlisən. Hamısından. Hamısından bir dənə istifadə eləsəm, 0,3, 0,4, 0,5-i toplasam, alınır məndə 1,2. Demək 9-dan 1,2-sini onsuz da tam götürüb Raulun hal-hazırda yanına qoyub bunu. Geriyə qaldı 7,8. Mənə əgər lazımdırsa mən çoxlu daş götürüm, mən onda çəkisi az olanı götürəcəm. Qalan elə bil hamısını çəkisi az olana verəcəm. Ona görə 7,8-in hamısını çəkisi az olan 0,3-dür. 0,3 götürürəm. Yəni bir sözlə 78-i 3-ə bölürük. 78-i də 3-ə böləndə 26 eləyir. Yəni 26 dənə də əlavə 0,3 götürdüm. Tələsməyin. 3 dənəsini hərəsindən bir dənə götürmüşdüm. 0,3, 0,4, 0,5. Hərəsindən ümumiyyətcə götürmüşdüm. Bir dənə 3 dənəli. Və 26 dənə də əlavə bu 0,3-dən götürdüm. Yəni ümumi 26 üstə gəl 3, 29 dənə götürdüm. Doğru cavabımız oldu C variantı. Yəni 0,3-dən belə düşünündə 27 dənə götürdüm. Bundan 1 dənə, bundan 1 dənə. Yəni ümumi 29 dənə götürdüm. Keçək növbəti sualımıza. Artıq az qaldı, bitiririk. 57. Bizə deyir ki, düz bir yol üzərində alma, gilas və əncir ağacları var. Yazaq, düz bir yol, alma, gilas və əncir ağacları var. Bizə deyir ki, gilas ağacı ilə alma ağacı arasındakı məsafə 13-dür. Gilasla alma arasındakı məsafə 13-dür. Alma ağacı ilə əncir ağacı arasındakı məsafə 22-dir. Alma ilə əncir 22-dirsə, 22-dən 13 çıxsaq, 22-dən 13 çıxsaq, burada qalacaq 9. Yəni, gilas ilə əncir arasındakı məsafə 9 oldu. Deyir ki, Fəridə bu ağaclardan hər hansı ikisinin arasında dayanıb. Bilmirik amma harada dayanıb. Yəni, alma ilə gilas arasında da ola bilər, gilasla əncir arasında da ola bilər. Onun gilas və əncir ağaclarına olan məsafələrinin cəmi 9-dur. Gilasla əncirə olan məsafələrinin cəmi 9-dur. Onda elə gilasla əncirin arası onsuz da 9-dur da. Gəlin onda belə bunun burasına qoyaq. Buradan bura qədər məsafə ilə buradan bura qədər məsafənin cəmi onsuz da həqiqətən də 9 eləyir də. Yəni doğru olur onda. Gəlin bura qoyaq onda. Yəni gəlin bura qoyaq deyəndə elə bura qoymalıyıq. Sonra bizə deyir ki, onun gilas və bunu oxuduq. Deyir ki, alma ağacına olan məsafəsi isə əncir ağacına olan məsafəsinin 4 qatıdır. Gəlin onda belə eləyək. Onun əncirə qədər olan məsafəsini x götürək. Buradan bura qədər də ümumi 9-dursa, bura qalacaq 9 çıx x. Almaya qədər olan hissəsi də əncirə qədər olanının 4 qatıdır. Yəni, buradan elə bil... Burada mən niyə A hərfi qoymuşam? Bu Fəridədir. Bura F qoymalıydım. Bura F qoyaq, gəlin. Bunu mən qələmi biraz qalınlaşdırım. Bura niyə A qoymuşam görəsən? F. Fəridə də axı bu. Fəridə gəlib bunların arasına düşüb. İndi baxın, buradan bura qədər x-dır. Buradan bura qədər, baxın, buradan bura qədər də bunun 4 qatıdır, 4x-dır. Bunu da qeyd elədik. İndi deyir ki, gilas ağacına olan məsafəsi neçə metrdir? Baxın, buradan bura qədər x, buradan bura qədər 4x. Ümumi oranda buradan bura qədər olacaq 5x. Və biz də bilirik ki, ümumi buradan bura qədər 22-dir. Yəni 5x 22-dir. X bərabərdir 4,4-ə. Bizə nə lazımdır? Gilasa olan məsafəsi. Yəni 9 çıx x. 9-dan çıxıram 4,4. O da eləyir 4,6. Yəni doğru cavabımız olacaq D bəndi. Çətin sual olmadı bu. 58-ə baxaq.
Son 3 sualımız qaldı. Bizə deyir ki, 11 eyni ölçülü kibrit çöpündən istifadə edərək ümumilikdə ən çox neçə bərabər tərəfli və bərabər yanlı üçbucaq düzəltmək olar? Gəlin birinci bərabər tərəfli düzəldək. Güya ki, bərabər tərəfli üçbucağın hər bir tərəfinə bir dənə kibrit çöpü qoymuşam. Yəni 1, 1, 1. Sonra, güya hər tərəfinə 2 qoymuşam. 2, 2, 2. Güya 3 qoymuşam. 3, 3, 3. Artıq 4 qoymaq olmaz. Çünki tərəfi 4 olsa ümumi 12 dənə kibrit çöpə ehtiyac olar. Ona görə bərabər tərəfli bu qədərdir. 3 dənə bərabər tərəfli oldu. Gəlin indi bərabər yanlıları düzəldək. Görək bərabər yanlı neçə dənə eləyə bilərəm. Bərabər yanlı eləmək üçün gəlin birinci yan tərəfləri 1-1 götürək. Yan tərəfləri 1-1 götürsək, üçbucaq bərabərsizliyini ödəməyəcək. Üçbucaq bərabərsizliyinə görə bu ikisinin cəmi ilə fərqin arasında olmalıdır. Yəni 0 ilə 2-nin arasında elə bir dənə 1 var. Təzədən gəlib bərabər tərəfli alınır. Ona görə yan tərəfləri 1-1 götürmək olmaz. 2-2 götürək. Üçbucaq bərabərsizliyinə görə 3-cü tərəf 0 ilə 4-ün arasında olmalıdır. Yəni 3-cü tərəf 0 ilə 4-ün arasında 1 də ola bilər. 2-ni day götürməyək. Çünki 2-2-2-ni götürmüşəm. Bir də 3 ola bilər. Sonra tərəfləri 3-3 götürsəm, üçbucaq bərabərsizliyinə görə 3-cü tərəf 0 ilə 9-un 0 ilə 6-nın arasında olmalıdır. Yəni 1 ola bilər, 2 ola bilər, 3-ü artıq götürmüşəm, onu götürməyəcəm. 4 ola bilər, 5 ola bilər. 6 artıq vermirəm, çünki 6 götürə bilməz. 6-dan kiçikdir, 0 ilə 6-nın arasındadır. Sonra tərəflərə 4-4 qoyaq. 3-cü tərəf üçbucaq bərabərsizliyinə görə 0 ilə 8-in arasında olmalıdır. 1 qoya bilərəm, 2 qoya bilərəm, 3 qoya bilərəm və bunda da dayanıram. Onsuz da 8 üstə gəl 3 artıq 11 elədi. 4 onsuz da qoya bilməzdim. Çünki artıq kibrit çöplərinin sayı 11-ə aşar. Sonra tərəfə 5 qoyaq. Sonra 5-5 qoysam bunu toplayanda olsa 10 eləyir. Bir dənə 1 qaldı da 11 eləsin. Artıq 6-6 qoya bilməzsən tərəfə. Neçədən alındı onda ümumi? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bu da 13. 13'dən alındı. Doğru cavabımız oldu B variantı. 59'a baxaq. 59'da bizə deyir ki, şəkildə iç-içə keçən 7 ədəd araba təsvir olunub. Bu arabanın ümumi uzunluğu 2,9 metrdir. Bunu gəlin, cavablar da metrləndir. Deyəcəyim santimetrə çevirək. Deyir ki, buradakı santimetri onda metrə çevirək. 0,8. 100'ə böldüm. 0,8 metr. Demək bir arabanın uzunluğu əslində qalsa 0,8 metrdir. Yəni baxın buradan bura qədər əslində qalsa 0,8'dir. Sonraki arabalar da iç-içə keçdiyi üçün onları götürüb x. Axıra qədər də hamısı iç-içə keçib onsuz. Demək bir dənəsi olduğu kimidir, tam uzunluğu qədərdir. Qalanları iç-içə keçdiyi üçün hamısının uzunluğu x-dir. Onda belə götürək də 7 dənə arabadan bir dənəsinin uzunluğu 0,8'dir, qalan 6 dənəsinin uzunluğu x-dir. Bu eləyəcək bizə 2,9. Yəni 6x bərabərdir 2,1'ə, x də bərabərdir 2,1'i bölmək lazımdır 6'ya. Bu neçə eləyir bizdə? 0,21'ə 60'a bölürəm. 0,35. Doğru cavabımız elədi 0,35. Bu x-imizdə hələ tələsməyin. İndi bizə deyir ki, 17 dənə araba iç-içə keçsəydi. Onda 17 dənə araba iç-içə keçsəydi, birincisi yenə 0,8 olacaqdı. Geriyə qalacaqdı 16 dənə 0,35. Yəni 17 dənəsindən bir dənəsi öz uzunluğu olacaqdı. Qalan hamısı x. Yəni qalan hamısı 0,35. Onda 0,35'i vururam 16'ya. Bu eləyir 5,6. 5,6'nın da üstünə 0,8 gəlirəm. Alınır 6,4. Yəni doğru cavab oldu A variantı. Və sonuncu sual. Sonuncu sualı həqiqətən çox, lap çox görmüsünüz. Necə eləyirik? Birinci ən balacasını tapırıq, sonra da ən böyüyünü. Ən kiçik 2 rəqəmli 2 müxtəlif cüt ədəd nədir? 10-dan 12. Alınır 22. Bir də tapırsınız ən böyüyünü. 98 ilə 96. 98 ilə də 96'nı toplayanda alınır 194. Demək ki, 22 ilə 194'ün arasında istənilən cüt ədəd ala bilər. Təbii ki, tək ədəd almır. 22'dən sonra 24 ala bilər, sonra 26 ala bilər, 28 ala bilər. Bax, bu qaydada gedir. Ona görə 194'dən 22'yə qədər, yəni olan cüt ədədlərin sayını tapırıq. Necə tapırıq? Sonuncu ədəd, çıx birinci ədəd, böl 2. Niyə görə? Çünki 2 2 artır, üstə gəl 1.
Demək, 194-dən 22 çıxıram, alınır 172. 172-ni 2-yə bölürəm, 86. 86-nın da üstünə 1 gəlirəm, alınır 87. Doğru cavabımız olacaq C variantı. Bununla da 60 sualın da izahını əlhəmdülillah bitirmiş olduq. Suallarla bağlı öz fikirlərimi demək istəyirəm. Əslində qalsa dərinliyə geçsək bu suallarda çətin suallar çox azdır. Məsələn, məncə 60 o qədər çox görmüsünüz ki, rahat öhdəsindən gələ bilərsiniz. 59-un öhdəsindən rahat gələ bilərsiniz. Məsələn, 58-ə əksər şagird ola bilər ki, yazmasın. Çətin sual deyil ha, amma ağlınıza gəlməyə bilər. Sonra 57 biraz keşməkeşli həlli var. Yəni elə şagird ki, asana qaçmayan şagird olsun, həll yazmağa meylli şagird olsun, onda yazacaq. Yox, əgər bir şagird hər şeyin rahatına qaçırsa, həll yazmağa meylli deyilsə, təbii ki, çətinlik çəkəcək və yaxud da heç yaza bilməyəcək və yaxud da variantlarla işləyəcək. Biraz o cəhətdən çətindir. 56-nı çox görmüsünüz, yəni mən buna çətin sual deyə bilmərəm. 55 əslində qalsa asandır. Amma əminəm ki, çox az şagird bu tipli sual görüb. Siz uşaqlar da xoşlayırsınız axı, birinci sual tipini görəsiniz ki, gedib ona uyğunluğunu yazasınız. Görmədiyiniz üçün çətinlik çəkməyiniz ola bilər. Sonra 54 çox görmüşük. Yəni bunu məncə hamı düz yazmalıydı. 53. Mən buradan həlləri bağlayım, rahat görün buranı. Məsələn, 53-ə baxıram, 53-dən də çox işləmisiniz, kitablarda var. 52-dən lap çox işləmisiniz, 52 də sadədir. 51 onsuz da səhv idi, hamımız da düz sayılıb. 50 asandı, 50-yə çətin sual deyə bilmərik. 49 həm, mən inanıram ki, əksəriyyətiniz bəlkə də gedib axırına qədər çıxmayıb, heç diqqət eləməyib ki, hamısı 3 dənədir. 48-də də ola bilər, hardasa səhvlik eləyəsiniz, cavabı çıxarda bilməyəsiniz. Amma burada belədir ki, variantda 198-dən böyük onsuz da ədəd yoxdur. Yəni, sən birdən hansısa ədədi yazmağı unutsan, onsuz da cavab variantlarda olmayacaq. Çünki unutsan 198-dən böyük ədəd olacaq 16-cı ədəd. Yəni, əslində qalsa sizin işinizi nisbətən rahatlaşdırıblar. 47 çətin sual sayıla bilər. 46 çox asandır, yəni rahat yaza biləcəyiniz bir şeydir. 45 də məncə çətin sual sayılmaz. 44 asandı. 43 yəni də siz xoşlamırsınız çox ədədlər yoxlamaq, biraz işləmək, biraz əziyyət çəkmək. Əksəriyyətiniz əziyyət çəkməyi sevmirsiniz. Ona görə hardasa bilirəm ki, burada çaşa bilərsiniz, amma qəti çətin sual deyil. 42 də sadə sualdır, yəni buna çətin deyə bilmərik. 4-cü sinif sualdır həqiqətən də. Və 41. 41-də də hardasa çətinlik çəkə bilərsiniz. Ümumiyyətlə, nəinki keşməkeşli həlli var. Biraz həll yazmaq lazımdır. Biraz onun içində çabalamaq lazımdır. Siz şagirdlər orada dayanırsınız. Yəni, o sualları çıxsaq, heç olmasa buradan 15-16 düz rahat yazmalısınız, əslində qalsa. Sadəcə elə suallar var ki, biraz vaxt tələb edən suallardır. Ona görə İnşallah ki, Rəbbim sizin üçün hər şeydən gözəlini nəsib eləsin. Bu videonu çəkirəm bazar günü, 3-cü gün 6-ların imtahanıdır. İnşallah ki, hər bir şeyin xeyrisi nəsibiniz olsun. Növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın.